Yaxşı, hansı hallarda və yaxud da ki, hansı bürclə daha uyğunlaşa bilər və ya hansı göstəricilərə görə Belə deyim, bəli, torpaq ünsürü olduğu üçün burada bəli, iki dənə şey çıxır ortaya. Ya bunun öz cinsindən olmalıdır, torpaq ünsürü olmalıdır. Yaxşı. Və yaxud da ki, tam tərsi su ünsüründən olmalıdır. Məsələn, bunlarınki daha yaxşı alanar xərçəng bürcü ilə və yaxud da ki, əqrəb bürcü ilə. Yəni, bir-birini tamamlayacaq orada. Bir-birini tamamlayacaq. Amma biz seçməyə buraxsaq, çox vaxtı, xüsusən cavanlar, yəni vurulma baş verir. Yəni bir-birinə vurulurlar. Bunlar heç bir bu göstəricilərə, hansısa bürcdən olmasına, hansısa göstəricilərin olmasına diqqət yetirmirlər. Bəli. Bu halda tutaq ki, uyğun gəlməyən bir bürclə bir yola çıxıblar. Bəli. Bu halda bəs bunun həlli yolları varmı? Davam edə bilərmi? Necə saxlaya bilərlər? Yəni burada nə tətbiq oluna bilər ki, bunlar bu... Bürclər bizə hara kimi lazımdır? O birinci sual budur. Bəli. Bürclər bizə lazımdır bir insanı tanıyaq. Ən aşağısından modelini bilək ki, necə düşünə bilər. Amma ona mütləqiyyət verməyimiz ən böyük xətadır. Bir adam gəlir deyə bilər ki, mən şir bürcüyəm, şir bürcü belədir və ya mən qız bürcüyəm falandır. Hə, mənim xasiyyətim belədir, mən dəyişə bilmirəm. Biz deyirik ki, xasiyyət dəyişilmir. Sadəcə qarşı tərəfin də sərhədlərini tanımaq lazımdır. Burada problem bürcdə deyil, hegemoniyadadır ki, dediyim dıdıqdır məsələsidir. Yəni, burada mənim Bağdadda Kor xəlifə qız başlayır oğlanı sındırmağa, başlayır ona çərçivələr taxmağa falan. Yəni deyirəm, natəmiz oğlanı düzəldirsə əla, amma təmizkar birisinə həddindən artıq iyrənmələr, ay Allah filan yerdən gəlmirsən, filan şey eləmirsən, filan şey toxunmursan, bu başlayır, yavaş, bu ibtidai mikroblardan qorxmadır. Sonra bunları başlayır beynində bir kurgu qurur, senarisi qurur. Sanki bu mikroblar, mikrob şəklində dörbiyəki bir heyvan şəklindədir. Başlayır çirkinməyə və bizim dediyimiz OKB, obsessiv-kompulsiv pozuntu xəstəliyi ki, artıq onu düzəltmək yolu yoxdur. Kimisə insandan iyrənməyə başlayır, kimisə mənə hər şeydən iyrənə gedir, əlini yuyur və yaxud da ki, takıntılı qalır da, gedir dəstəmaz almışam, yoxsa yox, bir dənə də alıb, görəsən bu su deyildi falan, ya belimin falan yerinə su deyil, deyilməyib. Yəni, bu cür insanlar var, mən görüşürəm.